Ya Rəbb, bugünkü gündə insanların o qədər sənə ehtiyacı var. Sənin ata əlinin tumarına, sənin məsləhətinə, sənin səliqənə, səhmanına ehtiyacları var. Ya Rəbb, dua edirəm. Sənin ata, o qüdrətin altında yaşama gücü, yaşama qüvvəsi istəyirəm. Bütün ata yer üzərində olan imanlı bacı qardaşlara. Qoy sənin ruhun onları oxşasın. Qoy sənin ruhun onlara elə toxunuşla gəlsin ki, hər bir kəsin həyatı dəyişilsin. Hər bir kəsin həyatı ata gündən günə sənə bağlansın. Sən bizi seçdin. Sən bizi sevdin ya Rəbb, elə belə deyil. Sən bizi sevdin, seçdin ki, biz sənin yollarında, sənin həyatında, həqiqətində daimi və daimi heç səni tərk etmədən sənin dizinin dibində oturan övladlar olaq. Və bu gün ata, ya Rəbb, qoy biz səni buraxıb. Kənarlarda, orada, burada ata, nə səliqə, nə səhman, nə nizam, nə intizam axtarmayaq ya Rəbb. Qoy sənin ata bərəkətini axtaraq. Qoy sənin xeyirdanı axtaraq deyə dua edirəm. İsa'nın ismi ilə. Ata, qurduğumuz bütün planlarda qoy sənin əllərin olsun. Ya Rəbb, içimizdə, daxilimizdə yaşatdığımız hər bir vəziyyətdə qoy sənin iradən istəyin olsun. Və heç bir şeyi sənsiz yaşamayaq, ya Rəbb. Sənin ata, o gözəlliyin altında, sənin nizamın, intizamın altında, daimi və daimi, sənin müqəddəs yazılarına riayət edərək, ya Rəbb, qurucu bir övladlar olaq. Sən dedin ata, siz artıq mənim övladlarımsınız. Sən bu ata şansı bizə verdin, bu hüququ bizə verdin. Qoy hər bir imanlı bu hüquqdan qiymətləndirilsin. Qoy hər bir kəs bu hüququn, bu imtiyazın nə olduğunu tam şəkildə anlayışla qəbul edə bilsin. Və bu yerdən ata çıxmasın, ya Rəbb, bu yerdə daimi bərkinsin. Hər bir kəsin həyatına sən xeyirda ver. Qoy ata bütün yarımçıqlıqlar sənin ruhun altında nizama, intizama düşsün. Və bu gün bəlkə elə bir insan var ki, onun həyatında hələ də ehtiyac olaraq qalan, ya Rəbb, elə bir şeylər var ki, hələ də ata, ya Rəbb, o bu vəziyyətdən çıxa bilmir. Və dua edib sənin gücünü, sənin qüdrətini o vəziyyətin üzərində bəyan edirik. Heç bir vəziyyət səndən üstün deyil. O vəziyyətin üzərində ata sənin oturmağını istəyirik. Və sənin gücün, sənin qüdrətin bütün insanlığın içində yerləşdirdiyi o vəziyyətləri tamamilə yox etsin. Heçə döndərsin deyə dua edirəm. İsa Məsihin ismi ilə, ata sən qadirsən. Ata sən hər şeyə qadirsən. Sənin gücün, sənin qüdrətin, necə ki göylərdən yağış yağır və yeri, torpağı islatmamış geri qayıtmır. O yaşıllığı tam bərpa etməmiş göylərə qayıtmır. O meşələri suvarmamış göylərə qayıtmır, ya Rəbb. Quraqlıqları tam sənin ismin, sənin adın, ya Rəbb, tam bərpa edir, ya Rəbb. Eləcə də ata, bu yer üzərində ata, bizim üzərimizdə sənin ata, nə varsa qoy onların hamısı bu yer üzərində baş versin. Və biz həqiqətən də sənə layiqli bir övladlar kimi böyüyə bilək. İmanlı həyatlarımızı tam sənə sərf edə bilək. Hər bir şeydə, ya Rəbb, hər bir yaradıcı bir qüvvə kimi, ya Rəbb, sənin sözünü hər şeydən üstün tuta bilək. İsa Məsih ismi ilə. Ata, sən qarşıva gəlirəm. Ata, sənin huzuruna gəlirəm, ya Rəbb, dua edirəm. Bu dua sənin bizə verdiyin bəxşiş bir hədiyyədir. Bu müqəddəs ruhun bizə göstərdiyi bir yoldur. Hansı ki biz sənin qarşında dayana bilirik. Bu günə qədər edə bilmədiyimiz duaları sənin qarşında ya Rəbb, edə bilirik, ya Rəbb. Necə ki, Davud sənin qarşına gəlirdi. Və sənə o cür, ya Rəbb, nəğmələr deyirdi, həmdlər deyirdi. O cür sənə fəryad edirdi. O cür sənə yalvarırdı. Öncədən ata, necə sən insanlığı bu cür ata xeyirdualarınla doldurdunsa, bugün də eyni şəkildə bizə, ya Rəbb, sən bu dua dəqiqələrini, dua saatlarını verirsən. Sənə şükür olsun, izzət olsun, ya Rəbb. Bu gözəl ata, ərmağana bəxşişə görə sənə minnətdarıq, ya Rəbb. Daimi ata sən bizi suvarırsan. Daimi bizim quraqlıq yerlərimizi görürsən. O quraqlıq yerlərin necə yandığını görürsən, ya Rəbb.
və əlini uzadırsan. O yanmış yerləri ata qoymursan ki, alov bürüsün. O quraqlıq yerləri tamamilə müqəddəs ruhunun suyu ilə doldurursan, ya Rəbb. Sənə şükürlər olsun. Sənə izzət olsun. Minnətdarıq biz sənə ata. Minnətdarıq bu gözəl ata xeyirdualara görə. Məhəbbəti, mərhəməti tükənməz olan atanın qarşısında dayanırıq. Və dua edirik, ya Rəbb. Xeyir-dua ver, biz yeni imana gələn insanlar üçün dua edirik. İmanın nə olduğunu bilməyən insanlar üçün dua edirik. Müjdə verib ata, o müjdənin hələ tamlığını anlamayan insanlar üçün dua edirik. Necə ki, bir zamanlar da biz də eyni şəkildə onlar kimi idik, ya Rəbb. Müjdə bizə verilmişdi ata, ancaq biz nəyin nə olduğunu anlamırdıq. Haçan ki, səni tanıdıq. Haçan ki, ya Rəbb, sənin müqəddəs ruhun bizə toxundu. Və o müqəddəs ruh bizi tamamilə hər bir səksətədən, stressdən azad etdi. Və biz sənin Rəbb olduğunu, ata olduğunu və bizi dünyadan aldığına tam əminliklə inana bildik. Sənə şükürlər olsun. Bu gün də biz də dua edirik, ata. O insanlar, ata, qoy həqiqət anlasın. Necə ki, sən deyirsən, yol, həyat, həqiqət mənəm. İsa Məsih deyəndə qoy hər bir kəsin o adın qarşısını tamamilə, mənliyi tamamilə yox olsun. Və onun ata, mənliyinin yerinə, ya Rəbb, sənin müqəddəs ruhun yerləşdirilsin. Sən dedin, köhnə mənliyi atın və yeni mənliyi geyinin. O yeni mənlik sənin müqəddəs ruhundur, ya Rəbb. Qoy o yeni mənlik bizim həyatlarımızda və müjdə verdiyimiz insanların həyatlarında tam bərqərar olsun. İsa'nın ismində və adında. Sən kəlamın dedi, əgər öyrədən olmasa necə öyrənə biləcəklər? Və o gücü, o qüvvəni ver ki, biz öyrədə bilək. Biz onlara sənin xilasını tamlığı ilə yaşada bilək. İsa Məsih ismi ilə. Ata, sənə minnətdarıq. Ata, sənə şükür olsun, sənə izzət olsun. Biz sənə minnətdarıq, ya Rəbb. Qüdrətini bizim üzərimizə axıtdığın üçün və bizə bu məhəbbəti verdiyin üçün sənə minnətdarıq. Ata, sən bizə dedin, gedin. Ata, oğul müqəddəs ruh adı ilə onlara mənim müjdəmi çatdırın. Həqiqəti anladın onlara. Deyin, xilas Rəbdəndir. Həqiqətən də, ya Rəbb, qoy sənin müqəddəs adın bizim dilimizdə, ağzımızda o qədər mismarlansın ki, ata, biz o adı hər şeydən, ata, üstün tutaraq cəsarətlə sənin adını hər kəsə çatdıra bilək. Sevgi naminə hər bir kəsə toxun. Toxun ki, ata, qoy müjdənin nə olduğunu, qoy imanlı həyatının nə olduğunu hər kəs anlasın. Nə olsun ki, biz bu gün xilas olduq. Nə olsun ki, ata, biz sənin adını tanıyırıq. Və əgər biz bu gün aldığımız o yeməyi hər gün özümüz yeyiriksə, başqalarına ötürmürüksə, ata, bu sənin tərəfindən, ata, bizim üçün, ata, böyük bir qəbahətdir, ya Rəbb. Ya Rəbb, və bir gün sən bizim üçün bunu söyləyəcəksən, ya Rəbb, soruşacaqsan, ya Rəbb, və biz əminik, ata, buna. Və ata, qoy hər bir kəs həqiqətən də çomağını götürüb sənin arxanca gəlsin. Qoy hər bir kəs, ata, o qurulu evlərdən kənara çıxmağı bacarsın. Qoy, ata, damların üzərlərindən səni car çəksin. İsa Məsih ismi ilə. Ata, dua edirəm. Dua edirəm, sənin əllərinə verirəm. Dua edirəm, sənin qarşına gətirirəm. Hər bir kəsin həyatını, hər bir kəsin, ata, imanlı yaşamını mən sənə verirəm, ata. İsa Məsihin ismi ilə. Ata, oğul, müqəddəs ruh naminə. Amin.